Yahya ibn Muaz deyir ki, dünya şeytanın şərabıdır. Kim onunla sərxoş olarsa, yalnız ölülər sırasında ayılar peşman olaraq. Və dünyanı sevən insan dünya ilə əzab görən insandır və onun əzabı da şiddətli olur. Və 3 diyarın üçündə də əzab görür dünya ilə. Həm bu dünyada əzab görür, o dünyanı toplamaq, onun dalınca qaçmaq və dünya əhli ilə çarpışmaqla və həmçinin bərzəxdə də əzab görür, dünyadan sevdiklərindən ayrıldığına görə həsrət çəkir və bilir ki, özü ilə o sevdiyi şeylər arasında bir maniyə çəkilmişdir və öldükdən sonra bərzəx aləmində yəqin olaraq bilir ki, o sevdiyi dünya malına qovuşa bilməyəcək və həmçinin də qiyamət günü Allahla görüşəcəyi gün əzab çəkir. Və Allah Teala Tövbə surəsində buyurur ki, فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ Onların malı, mülkü və övladları səni təəccübləndirməsin. İnnəmə yuridullahu liyu'azzibahum biha fil hayatid dunya. Allah Teala onunla, bu dünya malı, övladlarla onlara dünya həyatında əzab vermək istəyir. Və tezhaqa anfusuhum və hum kafirun və onlar kafir olduqları halda canlarının çıxmasını istəyir. İmam Qurtubi deyir ki, insanlar arasında belə insanlar çoxdur. O kəslər ki, dünya ilə məşğul olmaq, dünya dərdi onlara qalib gəlmişdir və yaxud da dünyavi səbəblərdən hər hansı bir səbəb.